Elə 20 il kitabxanada işləyirəm. Ömür boyu o sevgi ilə yaşamışam. Düzdür. Ərə də getmişəm, uşağım da olub, bu şəkili saxlamışam. Bilirəm onun bir dənə oğlu var idi. Bəlkə deyir onu tapasınız. Mənim uşaqlığım Elmlər Akademiyasıdır. Orada kitabxanada uzun illər mənim atam Rasim Kəzimov orada direktor idi. Rəhbər idi və mən ora gedirdim. Atam məni aparırdı. Həftədə bir dəfə, 2 dəfə aparırdı. Onun kabinetdə otururdum. Və iclas olanda maraqlı oldu ki, icazə vermədi ki, mən o iclasa baxım. Ya otaqdan da çıxarmırdı. Aparırdı məndə küncdə otuzdururdu və deyirdi küncə bax. Mənim iclasım var. Sən ona baxa bilməzsən. Mən də baxırdım pəncərədən. Elə iclas qutarırdı. Belə. Yəni uşaqlığım ancaq kitablarla keçib və həmişə oxuya bilməyən vaxtlarımda həmişə hamıya müraciət edirdim ki, mənə kitab oxuyun. Biraz kitabxanadan danışdıq, bir gənclik illərinizə bir nəzər salaq da. Bu gənclik illərində hansı məqamlar olub ki, siz hər onu yadınıza salanda, belə deyək də, həm kövrəlmisiniz, həm sevinmisiniz? Varmı elə bir məqam? Atam universitetdə dərs verdi və ora bir adam gəldi, bir dənə müxbir gəldi və soruşdu, dedi ki, Kəzimov burada bir dərs deyir, adını da bilmir. Dedilər ki, bəli, deyir Rasim. Dedi ki, mən müxbirəm, bir dənə bir maraqlı bir hadisə olub, sizə axtarıram onu danışmağa. Deyib ki, mənə tapşırıq veriblər ki, get bir dəmirçilərin 37-ci illərdə məruz qalan repressiyaların ailələri axtar. 30-cu illərdə, 35-ci ildə universitetdə oxuyurdum, tələbə idim. Və orada bizdə bir dənə cavan bir professor idi. Professor dərs deyirdi. Onun yoldaşı rəhmətə getmişdi və məni bir dəfə mənim şəklimi çəkib. Və göstərir öz şəklini, bir görüşə çağırıb. Amma deyir, o bilib ki, mənim ona qarşı hisslərim var. Və görüşə çağırıb, amma gəlməyib. Mən deyir, sonra bildim ki, onu tutublar. Deyir, mən bir dənə o ömür boyu o sevgi ilə yaşamışam. Düzdür, ərə də getmişəm, uşağım da olub, bu şəkili saxlamışam. Bilirəm onun bir dənə oğlu var idi. Bəlkə deyir onu tapasınız. Bu da başlayıb universitetdə tapmağa, Kəzimov adına. Əhməd deyiblər ki, oğlu burada işləyir. Ayda. Və sonra mənim atam gedib o xanımla görüşüb. Demək o atanızın, mənim babam da atamın atası. Babanız. O mənə o qədər təsir eləmişdi. Onun üçün mən ömür boyu 3 yaşından anam danışıb ki, mənim belə babam olub, Əhməd ağa Kəzimov, alim olub və onun 28 yaşında gülləliyiblər. Amma onların da böyük bir sevgisi olub. Biz sizlə danışanda o haqda dediniz. Böyük bir sevgisi olub. Necə olub onların sevgisi? Onlar tanış olublar. Deməli, göndərmişdilər, Sovet vaxtında onları göndərmişdilər. Başqa həddi ilə Moskvaya oxumağa. Qatarda mənim babam eşidib ki, bir xanım orada xəstələnib. Qızdırması qalxıb. Gedib, araşdırıb, baxıb və yaxınlaşıb deyib ki, sizə nə kömək lazımdır? Görüb ki, çox böyük bir qızdırması, dərmanı yoxdur. Başlayıb onu çay gətirməyə, sonra bir qatar dayananda gedib onun üçün dərman alıb. Dərman alıb elə, sonra Moskvada da onu sağaldıb, ondan sonra da Moskvada bir yerdə gediblər, gəliblər. Və nənəm o vaxtı Moskvadan məktub yazmışdı. Və dedi ki, bəs mən qatarda xəstələnmişdim anasına.
Və orada bir cavan oğlan Əhməd ağa mənə yaxşı qulluq elədi. Və ana, mənə ondan çox xoşum gəldi. Sən mənim üçün narahat ol, nigaran qalma, mən indi yaxşıyam. Onlar sonra Bakıda qayıtdılar və mənim babam nənəmə təklif elədi ki, evlənməyə. Və dedi ki, bizim adət-ənənə ilə mütləq mənim valideynlərim gələcəklər sənin ananın yanına. Amma mən birinci gedim tanış olum. Və gedir özü tanış olur və elçiliyi özü də eləyir. Və tələb eləyir ki, cavabını versinlər. 5 il yaşadılar onlar. 5 il. Nənəm dərs deyirdi. Müəllimə idi. O qurtarmışdı. Janna d'Arc Ankara'da, yox, İstanbul'da. Sara Aşurbeyli ilə orada oxuyurdu. Və sonra universitetin 1-ci Qərb fakültetin tələbəsi olmuşdu. Bunlar hazırlaşırdılar toyun 5 illik qeyd eləməyə. Amma nənəm xəstələndi və uşaq üstündə rəhmətə getdi toy günündə. Babam onun üçün 5 illiyə toy paltarı diktirmişdi. Gəlinlik paltarı diktirmişdi. O qədər onu çox istəyirdi. Böyük bir sevgi yaşayıblar onlar. Çox böyük. Və sonra o günü rəhmətə gedib, həmin o paltarda dəfn eləyəndə onun üçün atların üstündə lafet deyirlər. Lafetin üstünə qoymuşdu. Və bütün şəhəri kezdirmişdi onu. Sonra dəfn eləmişdi. Faciə idi. Bəs yəqin ki, sizə danışarlar. Ondan sonraki həyatı necə oldu babanın? Baba sonra 5-6 aydan sonra, martın 19-unda nənəm rəhmətə gedib, 5-6 aydan sonra mənim babamı tutmuşdular. O bilirdi ki, onu tutacaqlar. O vaxt uşaqlar necə böyüyürdü? Yaxşı. Qonşuluq münasibətləri necə idi? Çox gözəl. İndi siz həm də ziyalıydı, ziyalı ailəsində böyümüsünüz axı. Ziyalı ailəsi digər ailələrdən fərqlənirdimi? Ümumiyyətlə, qonşuluq münasibətindən söhbət gedir. Yoxsa, məsələn, belə deyək də, mən indi bilmirəm, bəlkə də bəziləri anlamayacaq, bəziləri başqa cür anlayacaq. İndi tamam fərqlidir axı. Bəzi ziyalı qonşular var ki, onlar demək olar ki, biraz aşağı təbəqənin insanlarına salam vermir, qonşularına. Yəni, görürsən ki, ziyalıdır, gəlib, salam vermək istəyirsən, üzünü çevirir, keçir. O ziyalı deyil. Məncə də. O ziyalı deyil ki. O ziyalı gərək ruhən də ziyalı olsun. O ruhunda yoxdursa. Kötüyündən gəlsin. Bəli, kötülükdən. Və ziyalıq əsas sadəlikdədir. Bəli. Bax, ona görə deyirəm ki, siz də o vaxt ziyalı ailəsində doğulmuş bir gənc qız kimi necə yadınızdaydı qonşuluq münasibətləri? Çox necə gözəl. olurdu o vaxt? Çox gözəl. Bizim evdə vəbşə qonşu nəsə fəhlədir, qonşu nə bilim nədir. Bizdə o belə söhbət ayrı seçkilik yox idi. Yox idi. Heç vaxt ayrı seçkilik. Bayramlarda necə idi? Gedirdik, təbrik eləyirdik yaşlılara, qohumlarımıza mütləq gedirdik. Nəsə bir balaca pay aparırdı. Bəlkə də o vaxt seçim az idi. Seçim indi çoxdur. Ona görə insanlar da fikirləşirlər ki, özündən razılıq gəlir. Təkəbbür. Məncə. Hər şeyin ortalıqda. Necə idi? Məsələn, nə aparırdınız? Kiminsə evinə qonaq bir dəsmal, bir sabun. Onda belə arada bir də corab. İndiski sabun var idi, maharani. Necə də yadında qalır. O hamı o qədər sevirdilər ki, o sabunu mütləq aparırdıq yaşlı qohumlarımıza. Mən ərə gedəndə mənim yoldaşımın qohumlarına, hamısına gedirdik də. Mənim də yadımdaydı. Kimisə evinə gedəndə ya dəsmal olardı, sabun, sonra nə olurdu? Corab. Yaşlı nənə var idisə yaylıq, balaca belə yaylıqlar olardı. Novruz bayramında əli boş getməzdi. Yox. Novruz bayramında ümumiyyətlə bizim evdə qonşu payı
ayrıca idi. Papaq payı ayrıca idi. Bir baxın ki, indiki uşaqlar heyətdə çox az oynayırlar. O da yoxdur. Düzdür. Bizim əvvəlki oyunlarımız var idi. 7 şüşə var idi. Ortada qaldı var idi. Ortada qaldı. Bənövşə oyunu var idi. Hamımız gedirdik, danışırdıq, gülürdük. İndi o şeylər yoxdur. Cizgi filmləri də fərqli idi. Bəli. Məsələn, o dövrdəki cizgi filmlər çox maarifləndirici idi. Adi qısa bir şey deyək. Tıq-tıq xanım necə idi? Yəni, o bizə nəyi öyrədirdi? Dostluqda möhkəm olmaq və yaxud təkəbbürlü olmamaq. Yəni, bunları bizə öyrədirdilər və yaxud da digər cizgi filmləri olsun. Bizə nəyisə öyrədirdi. İndi qohumluq münasibəti də bir başqa olub. Hamısı aralı. Hamısı, heç kim qohumluğu istəmir. Yəni, qohumu istəyir ancaq toydan və yasda, WhatsApp-da, mən hər yerdə onu deyirəm, WhatsApp-da bayram gələndə başlayırlar, Qurban bayramında qoyunları, hamısını elə. O qədər göndərirlər, mən bir-bir hamısına, şəxsən bir-bir özüm cavab verirəm, səslə. Sevgi varmı ailələrdə? İstək varmı? Varsa az. Mən tanıyıram, var. Amma o çox az miqdarda. Çox az miqdarda. Yəni ki, sevgi başqa maddi maraqlanar, maraqlı şeylər ortalığa düşür. Valideynlər də o uşaqları o yola aparırlar. Yəni elçilikdən elə sözləri eşidirəm. Deyirəm, heç bunu demək olar. Deyirsən mənə qızılı, məsələn 20 minini götür, mən də 20 minli mebel ceyzi verirəm. Bunu nə, sonra 5-6 aydan sonra bunların xəssiyyəti tutmadı, ayrılıq çox oldu. Amma belə deyək, sizin gəncliyinizdə belə şeylər yox idi. Heç kim o sözü demək, onda belə çıxır ki, qızıla, belə deyək, var dövlətə daha çox düşkünlük çoxalıb da insanlar arasında. O da təkəbbürdür. Təkəbbürlük, bir başqa pirə. Yaxşı, siz ailə quranda necə idi? Mənə qızıl gətirmirsən. Ay, yox, bizdə o sözü demək olardı, yox. Heç vaxt belə şey fikirlər. Mənim atam o sözü qoymazdı demək. Mənim ağlıma gəlmədi. Ümumiyyətlə sizə qızıl gəlmədi ki? Yox, gəldi, amma heç belə. İndiki qızıl qədər də öldü, indikilər qədər. Yox, yaxşı idi. Heç mənim ona marağım yox idi. Mənim marağım öz yoldaşıma idi. Bizim sevgimiz birinci... Sevib ailə qurmusunuz. Necə oldu? Necə ailə qurdunuz? Necə, belə deyək, tanış oldunuz? Var idi mi sevgi məktubu falan, yoxsa necə idi? Yox, o vaxt məktub yox idi, telefonlar var idi. Ev telefonları, zəng vurub səsinə qulaq asmalar. Necə idi onda? Yox, tanış olmuşuq, kitabxana adı ilə belə bir tanış adam elədik. O da kitabxanada işləyirdi, mən də institut təzə qutarmışdım. Hələ görüşdük kitabxananın qabağına. Kitabxanaya girdik, çıxdıq, görüşdük. Və sonra qərara gəldim. Mən qərarı o an götürdüm ki, qərara gəldim və dedim ki, bu adam mənim olmalıdır, vəssalam. Mən ona ərə gedəcəyim. Belə də oldu. Necə həyat yoldaşı olub sizə? Çox yaxşı. Çox qəşəng idi. Var idi mi onda da qısqanclıqlar? Özdə Bakılıya getmişsiniz də. Bakılılar deyirlər daha çox qısqancı olur. Bəli, qısqancı idi. Mən qaynanamla bir yerdə 15 il yaşamışam. O dövrün qaynanaları necə idi? Yaxşı idi. Mənim qaynanam həmişə deyirdi ki, gəlin mənim süpürgəmdir. Harada qoymuşam, elə də qalacaq. Yəni bizdə ikinci söz olması. Mənim yoldaşım əvvəlcədən mənə demişdi ki, mən evə gələndə mənim anam gülməlidir. Yəni, gülümsənsin, belə baxsın, halı yaxşı olsun. Başqa mən səndən heç nə istəmirəm. Bir can deyib, can eşitmişik. Qaynana biraz bərk olmalıdır. Onun üçün ki, qaynana da evin sütunudur. Və bugün, sabah o olmayacaq. Estafeti verir gəlinə. Gəlin də bu evin sütunudur. Ona görə möhkəm olmalıdır. Hər evin öz adəti var. Hər evin öz qanunu var. Həm də ki, oğlun mütləq olmalıdır. Kişi kimi sözü deməlidir.
Bu gün niyə ailələr boşanır? Mənim üçün ən gözəl İslamdır və İslamın qanunları. İstəyir evlənəndə, istəyir ailədə o qədər gözəldir ki. Yəni fikirləşirəm ki, hamı ona o qanunla getsələr, hamı xoşbəxt olacaq. Onun üçün İslam sənə xoşbəxtlik verir. Bir dənə qanundan deyim, adətdən deyim. Toy günü beylə gəlin gəlir evə. Bizdə adət hardan oldu? Nimçə sındırmağa, boş şeydir. Mənasız vaxtdır, vaxt itkisi. Amma İslamda bunlar 2 rükət namaz qılırlar və sonra bir su götürür və gəlinin ayaqlarını yuyur. Gəlinin. Bunu mən hansı kinoda görmüşəm? Klon kino serialında. İslamın adəti belədir. Gəlinin ayaqlarını yuyur və sonra o suyunu səpir evdə. Səpir və kəndarına. Deyir, o nə deməkdir? Niyə? Deyir, gələcək uşaqların anasıdır. Cənnət onun ayağının altındadır. İndi belə şey eləyirlər. Gör, nə gözəldir. Çox gözəldir, sərf eləyir axı bizə. Yox, görürsünüz, gözəllik. Qadın İslamda o qədər yüksəkdədir. İslamda yüksəkdədir də. İslamda. Teki həyatda da belə olsa, belə dəyərlərimizi itməsə və insanlar bunlara, bu qanunlara getsə, vallahi evdə nə söz-söhbət olacaq, nə bir şey. Sirə gün bizim məhəllədə toy olub, vağzalı çalmadılar. Gözlədim bu bir daha vağzalı çalsın. Çalmadılar. Bugün gənclərə nə arzu edərdiniz, nə tövsiyə edərdiniz? Oxumaq və xoşbəxt olmaq. Xoşbəxt heç kim heç kimi eləmir. Xoşbəxt özündədir.